Hörmətli izləyicilər, indi baxırsınız ki, nə qəşəng ev, nə gözəl evdir, bağı bağçası yoxdur. Amma var bağı bağçası. Bir də fasad vidini çək evin, super evdir. Bax, Mərdəkanda belə evlər olur da, ya Vişnovkada çox nadir halda belə deyək də, bəzəkli gəlinli evlər belə olmur. Düzdür? Razısan mənə, razıdır. Hə, indi deyirsən, bunun bağı bağçası, varıdır bağı bağçası. Bir də stop pauza ilə gedək. Ada, deyirsən bağı bağçası, qabaq sən gördünüz da, bu da arxasıdır, bağı bağçası, meyvəsi zadı, hamısı. Yaz alması. Evimiz daha evin arxasıdır. Əncilindən tutmuş varıdır. Gel. Getdik, gel. Hə, çinmək istəyirsən qardaş, hovuza da gel. Hovuzumuzun ölçüləri nədir? 4-ün 6-ya, hörmətli izləyicilər. Bağı bağçasını gördünüz, əsas məsələ. Bir də, hamınız bilirsiniz ki, Vişnovkada, Albalıda, suda biraz problem olur da, yəni quyudur burada. Burada həm quyusu var, həm də hökumətin xətti var, su xətti var. Putla idarə olunan qapı. Bütün həyət, baca, evin arxası müşahidə kamerasıdır. Hər şey var da, bütün param. Baseyni var, bağı bağçası var, manqalnisi var, otaqların təmiri, bahalı təmir. Yəni, indi görəcəksiniz. Və evin içində bəzi şeylər sizə deyəcəm. Ev sahibi burada stol, lejanka, şezlong, zat hamısından qoyub, qamaq, zat, hər şey vardı. Evin arxasında sağdan da, soldan da keçid var. Bu hissəni bir dənə çək görsət. Gəl bura. Həyətin işıqlandırması, qiymət 365.000, videonu bölüşün, nə qədər qovma əqəvəzdə adam varsa, yəni atın onlara. Və çəkiliş elədiyimiz bağı bağçası arxadadır, gördünüz də. Neyniyək? Girək otaqlarla tanışılaq. Bura mətbəxidir, burada əsas giriş qapısıdır. Biz girəcəyik əsas giriş qapısına. Bu hissə mənə çox xoşuma gəldi. Buyur qardaş, keç. Allah xeyir versin. Ev sahibi deyir ki, ürəyimə davab ki, sən satatsan bura. Tak ki, elə doğrudan da deyən olsun. Mən satım bura. Pul qazanıb, gedim gəzməyə. Rayonları gəzim, nə bilim, Azərbaycanımızın gözəl yerləri çoxdur. Bura mətbəximizdir. Geniş ölçüdə mətbəx, tavan hündürlüyü 3.60'dır. Mətbəx, ev sahibi dedi ki, qardaş, mətbəx meblində yığıb verəcəm. Yəni, ürək istəyən rəngdə, ürək istəyən mətbəx meblini bax, buraya yığdıracaq, hədiyyədir. Sonra qonaq otağını çək göstərir, Rasim. Buyur. Hardasa bir 30 kvadrata yaxındır qonaq otağımızın ölçüləri. Pərdələri də hamısını vurubdur. Evimizin deməli siqnalizasiyası da var. Müşahidə kamerasını dedim. Mətbəx mebeli yığılacaq, şirin suyu var, bütün kommunallar mövcuddur. Təmir də yaxşı təmirdir. Yəni göz qabağında da görürsünüz. Geniş yataq otağı, valideyn yataq otağı. Buranın özünün hamam tuvaleti mövcuddur. Kim alsa Allah xeyir versin. Aboy dör, bu. Adı yadımdan çıxdı, bəyəkləri dedi. Yəni, bu şey dör. Burası sanuzildir. Çək görsək. Təbii ki, indirim olacaq. Sənətdəki tam mülkiyyətdir. Evində, torpağında sənədi var. 9 sotdur. Baxdıq qonaq otağına. 3 dənə də yataq otağımız. Bir yataq otağına baxdıq. Bu ikinci yataq otağıdır. Həm lüstür, həm spot. 2 sanuzeli var. Biri həyətdədir, yox. Biri çöldədir. İkisi də evdədir. Biri otağın içində, biri də buradadır. Bunu çək görsək. Bu ümumi sanuzildir. Suyu da gəlir. Buna xoşlayıram. Suyu da yoxlayayım. Suyun naporunu da yoxlayayım. Qardaş, napor da yaxşıdır. Və sonuncu otaq, ən balaca otağı o idi. Otaqlar genişdir. Yəni, burada balaca söhbəti yoxdur. Vişnovkada, Bilgəh tərəfdə Vişnovkasında, Bilgəh tərəf Vişnovkasında, yəni havası təmiz olan yer, vetrovoy patok, yayda, lüboy vaxtı gəl, külək əsir burada.
Bir sözlə də orası bəyənilsin ha, qəşəngdir. Kim alsa Allah xeyir versin, qonaq otaqda bura nə qədər istəyirsən, burada cürəbəcür mebel, nə bilim, nə istəyirsə eləmək olar. Televizyon yeri yağın ki, buradır. Bunun adı yadımdan çıxıb. Yazın aşağıda. Bunun adı vallahi yadımdan çıxıb, amma əl işidir, hə. Dekorativ, əl işidir. Adı yadımdan çıxdı, bayaqlar dedi. 100 sayın. Yəni aboydur. 070 858 31 44. Sağ olun.